Baxın, 5 uşaq deyirik, 4 uşaq deyirik. 4 uşaq 4 telefon deməkdir. 4 uşağın hərəsində 4 repetitor var, 16 repetitor deməkdir. Yəni, ayrı-ayrı vaxtlarda, eyni vaxtda olmasa da. İndi 200 olsa heç nə, lap çətin. Hərəsinin qış, yaz, yay paltarı deməkdir. İndi birininkini o birisi geyinmək. Bilirsiniz, ata-ana niyə axı uşaqlara ötürə-ötürə, zorla, ya özünü kim o çətinə salar, kim o böhrana salar. Ona görə də biz bugün uşaqların azalmaq düzdür. Ailə institutu bizdə bir qədər o səviyyədə deyil, boşanmaların sayı çoxdur və s. bu öz yerində. Amma uşaqlar da 3 uşaq dünyaya gətir, 4 uşaq. Bir otaqda gəl 3 uşaqla yaşa ya, 4 uşaqla yaşa. Demək sözdə asandır. Nə gözəldir, mehribansızlıq olur. Əla, mehribansızlığın mən vurğunuyam, amma bir otaqda yoxdur. Mehman, mən razı deyiləm. Yəni bir otaqda neynəsin? Bilirsən, aydındır, bir müddətə qədər bəli, çətin olacaq valideynə. Amma sonra o uşaqların hər biri savadlı olduqdan sonra, o uşaqların hər birinin əli çörəyə çatandan sonra Azərbaycanın özündə elə çox uzağa getmək lazım deyil. Bugün nə qədər dahi insanlar var, dahi insanlar olub, bugünə qədər də var ki, kasıbçılıqla böyüyüblər. 8 uşaq olublar ailədə, 15 uşaqlı ailədən çıxanlar da var ki, bu günlərin bütün nəsildə onların başına and içirlər. Yəni, mütləq şəkildə o uşaqlardan biri də olsa mütləq qabağa çıxır və yəni, toparlayır o ailəni və bir qanadının altına alır öz ailəsini. Vaxtilə çörək, bəli, əziz tamaşaçılar, var. Yəni, zənnimcə, İndi buna mı ümidli olub 4 uşaq eləyək? Buna mı ümidli olub bütün həyatımızı quraq? Bir tərəfdən deyirik, abortlarla mübarizə aparaq, bir tərəfdən deyirik, yox uşaqlar. Yuxarı bax, aşağı saqqal. 5 uşaqlı ailəyə qəhrəman ana verilir status və hər uşağa görə də Azərbaycanda... Məncə 3 olmalıdır. Bəli, pul verilir. Məncə 3 olmalıdır. 5 onsuz da əl çatmazdı. Yəni 5 əl çatmazdı. Mən fikirləşirəm ki 3 olur. Çünki əgər bugün uşağı mən bu qədər azalırsa... Qərarı mən qəbul edirəm ki, mənim övladım gəlsin. Düzdür, bu qərarı mən qəbul edirəm. Mən dövlətdən onun pulu niyə istəməliyim? O uşağı mən saxlamalıyım. Başa düşdüm. Yəni axı zorla yox. Yəni, sən də insansan, sən də bir gün görməlisən. Ömrümü göyəskiyə çürdüm. Mən egoist danışa bilərəm, indi ola bilər egoist səslənsin. Amma valideyn də yaşamalıdır. Bir 60-a, bir təqaüd yaşına çatmalıdır da. Ona görə valideyn özü çox götür-qoy olmalıdır. Gecə işdə, gündüz işdə. İş işdən necə deyirlər, keçəndən sonra kiminsə 3 uşağı, 4 uşağı olanda bəzən bu sosial verilişlərdə biz baxırıq, əl tutmaq əlidən qalıb deyirlər. Aydındır, elə ailələr hər birimiz üçün bir sınaqdır ki, biz o ailəyə baxıb keçəcək, deyəcək, yoxundur, imkanın yox idi, niyə bu qədər doğmuşdun, dünyaya gətirmişdin? Yəni, çox belə sərt belə ittihamlar da var. Yoxsa çalışacaq ki, necəsə əl tutaq, kömək eləyək. Mənim anam müəllimdir. Çətindir. Biz 3 uşaq olmuşduq və s. O vaxtda 90-cı illərdə xüsusilə də özümüz bilirdik, müharibələr və s. SSR-nin süqutu və s. Çox çətin idi, uzun uzadı çörək növbələri və s. Çox adam da deyirdi ki, imkan yoxdur, ay 2 uşaq yox, 1 uşaq və s. Mən anam yadımdadır ki, mənim binyetkamdan bizim imkanımız yox idi. Foto gedib çəkdirmək. Binyetkadan şəklini belə götürmüşdü və sənəd üçün vermişdi ki, onu yenidən məktəbdə, yəni işə cəlb olunması üçün. Aydındır. Amma bugün mən buradayım. Bugün mən buradayım. Və məni kimi elə çox uşaqlı ailələr də var, Mehman. Yəni ona görə də qınamaq... Mən düşünmürəm, o risk etməyə ehtiyac yoxdur. Amma övladın ruzusunu da istər-istəməz Tanrı yetirir. Bir çox halda Tanrı yetirir o uşağın ruzusunu. İnşallah, yetirəcək. Valideyn tənbəl olanda o uşaqları heç cür əyin başını belə çatdırma olmayacaq. Valideynlər tanıyıram, 2 işdə ata işləyir. 2 işdə. Niyə işləməlidir 2 işdə? İşləməlidir. Nə ata-ana? Artıq o məsuliyyəti başa düşür ki, həftədə 40 saat, qanunvericiliyi var. Mənim övladlarım, 4 övladım var. Bu mənim məsuliyyət. Övlad məndən xahiş eləmir ki, mənə dünyaya gətir. Heç. Amma sən niyə 40 saat artıq işləməlisən? Və mən ata-ana olaraq, valideyn olaraq mənim artıq borcumdur o uşağa baxmağa. Mən də o səhv eləyirəm səni kimi. Mən də o səhv eləyirəm. O səhv deyil. Mən də həftədə 40 saatını artıq işləyirəm. Ona görə Qafqaz xalqları, xüsusilə Azərbaycanlılar həmişə ailə, ata, ana bizdə həmişə üstün olur. Nəyə görə? Fədakardır ona görə. Olmayaq fədakar. Həftədə 40 saat. Mən sənə razı deyiləm. Həftədə 40 saat bəsimizdir. Biz fədakar olmasaq, biz gələcək nəsilləri nə verəcəyik? Yəni, nə verəcəyik? Bizə ordular lazımdır. Sistem verəcəyik. Bizə lazımdır yaxşı, bir böyük bir əhali lazımdır. O ata-ana xəstə düşür axı, gəlib təqaüd yaşına çatmır. 4 uşağı beli sınasına gedib səhər işləyir, axşam işləyir, gecə sinir. Mehman, qərar qəbul olunubsa ki, evdə ailədə artıq 4 uşağımız var. Bəli. Vəssalam.